Xanımlar və cənablar, hər vaxtınız xeyir olsun. Mən sizi BP şirkəti adına salamlayıram. BP şirkəti Azərçılaq Günəşlik, Bakı Tbilisi Ceyhan, Şah Dəniz və Cənubi Qafqaz boru kəmərindəki bütün tərəfdaşlarımız adından bugünkü tədbirə ev sahibliyi edik. Biz BP şirkəti olaraq tərəfdaşlarımızla birlikdə Azərbaycanda olduğumuz 33 il ərzində Azərbaycanda əhalinin maariflənməsinə, ictimaiyyətdə müəyyən mədəniyyətlərin yayılmasına, xüsusilə təhsilin, bacarıqların, səriştələrin yaranmasına və ölkənin potensialının artırılmasına, xüsusilə işçi qüvvəsinə lazım olan bacarıqların artırılmasına, mədəniyyətin inkişafına, bu sahələrə göstərilən səylərin hamısına dəstək olmuşdur. Biz bilirik ki, bu sahələrə hökumət tərəfindən böyük səylər göstərilir, dövlət tərəfindən ən çox, əlbəttə, aparıcı qüvvə onlardır. Amma biz də izləmişik, baxmışıq, hansı səylər ölkəyə, ölkənin xalqına, hökumətə, dövlətə lazımdır. Biz də o yönündə olan layihələrə dəstək verməyə çalışmışıq. Xüsusilə də maariflənmə, təhsil, tədris və bacarıqların yaradılması. Və belə hesab edirik ki, bugünkü layihə ki, onun təqdimatına yığışmışıq, məhz elə bu sahələri əhatə edir. Bu həm tədrisdir, həm təlimdir, həm maariflənmədir, həm ictimai hüquq mədəniyyətinin yaradılmasıdır, bu mədəniyyətin yayılması, inkişafıdır. Bu layihə hər tərəfdən bizim sosial sərmayə məqsədlərimizə uyğundur. Ona görə böyük məmnuniyyətlə BP və onun tərəfdaşları bu layihəni dəstəkləyirlər. Layihəni bizə təqdim edənlərə təşəkkür edir. Hörmətli Bəxtiyar müəllim, hörmətli Azad müəllim, hörmətli hüquq ictimaiyyətin nümayəndələri, dəyərli alimlər, hörmətli media nümayəndələri, əziz tələbələr, mən sizləri Ramazan ayının 2-ci günündə salamlayıram və ən xoş arzularını bildirirəm. Qeyd etmək istəyirəm ki, bu layihə Azərbaycan Respublikasının vəkilləri kollegiyası və BP şirkəti ilə birlikdə və eyni zamanda İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi ilə bir yerdə bu layihə ərsəyə gəlir və bugünkü tədbirin keçirilməsi, kitabların nəşri, bütün hamısı məhz BP şirkəti və onun tərəfdaşlarının maliyyə dəstəyi hesabına başa gəlir. Ona görə mən bu dəstəyə görə hörmətli Bəxtiyar müəllimə, BP şirkətinin nümayəndələrinə, o komandaya özləri təşəkkürümüzü bildiririk. Bundan başqa, əlbəttə, bu kitabın yazılması üzərində çox sərt tələblər qoyulmuşdur və bu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri hörmətli Anar müəllimin rəhbərliyi ilə bu kitab hazırlandı. Kitabın hazırlanması əlbəttə çox çətin idi. Ona görə ki, məhz bu Vəkillər Kollegiyasının əldə etdiyi nailiyyətlər, hüquqi yardımın göstərilməsi, bu prosesdən irəli gələn məsələlərin hamısını tənzim etmək çox çətindir. Ancaq Anar müəllimin o müəyyən tələbləri kitabla bağlı mən hesab etdik ki, burada bu müəlliflər, mən müəlliflər haqqında da deməli, ümumi qısa şəkildə məlumatlar var. Müəlliflərin peşəkarlığı ona imkan verəcək ki, bu kitabın yüksək səviyyədə ərsəyə gəlməsinə. Əlbəttə, bu kitabda müəyyən problemlər ola bilər. Bu, hər bir kitabda dərslikdə olunur. Bu, hüquq ictimaiyyətinin münasibətindən sonra yenidən nəşr oluna bilər və əlbəttə ki, bununla da bizim hüquq ictimaiyyətinə, tələbələrə, hüquq cəmiyyətinə olan töhfələrimiz ola bilər. Mən bir daha çıxışımı yekunlaşdırıram və bu prosesin başa gəlməsinə görə hörmətli Bəxtiyar müəllimə və o cümlədən Anar müəllimə özlərinin təşəkkürünü bildirirəm. Elə tədbir başlamamışdan əvvəl BP-yə bildirdiyiniz bu təşəkkürlər üçün, Bəxtiyar müəllimə etdiyiniz təşəkkürlər üçün biz də sizə təşəkkür edirik. Layihəmizə təqdim edənlərə, bu gözəl layihələr bizimlə yaxından sıx əməkdaşlıq edənlərə, düzdür, siz buna dərslik deyirsiniz, mən gördüm bəzi bu layihə haqqında olan materiallar da dərslikdir, amma bu dərslikdən daha böyük bir şeydir bu. Ümumi maariflənmə, ümumi hüquq mədəniyyətinin yayılmasına ümid edirik ki, xidmət edəcək bir vəsaitdir.
Bu haqda danışmaq üçün və BP-nin ümumiyyətlə bu layihəyə, digər layihələrə dəstəyi haqqında danışmaq üçün Bəxtiyar müəllimi dəvət eləmək istəyirəm. Hüquq elmləri üzrə fəlsəfə doktoru, belə təqdim edək Bəxtiyar müəllim və BP-nin vitse-prezidenti. Hər vaxtınız xeyir, hörmətli qonaqlar, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri, əziz həmkarlar, hörmətli tərəfdaşların nümayəndələri, hər birinizi BP Azərbaycan şirkəti adından məmnuniyyətlə salamlayıram, xoş gəlmişsiniz deyirəm. Biz adətən sosial layihələrimizin təqdimatında bir qayda olaraq təhsil ictimaiyyəti ilə görüşürük, mədəniyyət sektorunu təmsil edən ictimaiyyətlə görüşürük, ekoloqlarımızla görüşürük, amma hüquq ictimaiyyəti nümayəndələri ilə görüşlərimiz təəssüf ki, çox elə də tez-tez olmur, ona görə bugün bizim üçün xüsusi bir gündür. Biz hər zaman öz sosial layihələrimizdə çalışırıq ki, fərqli istiqamətlərdən olan məsələləri həll edə bilək. Hörmətli Damim xanım qeyd etdi, biz Azərbaycanda 30 ildən artıq bir dövrdə ki, fəaliyyət göstərik və bu fəaliyyətimiz dövründə tərəfdaşlarımızla bərabər, Socar şirkəti ilə bərabər çalışmışıq ki, ölkədəki fəaliyyətimizlə nefqat sektorunda məhdudlaşmasın. Eyni zamanda bir sıra ölkənin sosial həyatında da öz sözümüzü deyə bilək və ölkənin bizə etibar etdiyi iki strateji yataqlar, Azərbaycan Günəşli və Şahdəniz yataqlarının operatorluğunun məsuliyyətindən və qürurundan çıxış edərək çalışmışıq ki, özümüzü ölkənin məsuliyyətli korporativ vətəndaşı kimi bir sıra layihələrdə də sövfəmizi verə bilək. Və sosial layihələrimizin əsasən 3 istiqamətdə həyata keçirmişik və sosial layihələrimiz onu da demək istərdim ki, həm BP-nin özünün maliyyələşdirdiyi sosial layihələri olur, həm də bizim operator olduğumuz layihələrdə olan tərəfdaşlarımız, onların nümayəndələri də burada əyləşiblər, onları da xüsusi salamlamaq istərdim. Və bu layihələr əsasən 3 istiqamətdən olur. Təhsil istiqaməti, demək ki, ətraf mühitin qorunması istiqaməti və kiçik orta biznesə dəstək, xırdaq sahibkarlara dəstək istiqaməti olur. Bir də əlavə bir istiqamətimiz var. Orada əsasən ölkənin zəngin mədəni tarix irsinin araşdırılması və dünyada daha geniş şəkildə yayılmasına dəstəkdir. Və bu layihələrimizin böyük bir hissəsi təhsil layihələrini həyata edən layihələrimizin özünü 3 qrupa bölsək, biz çalışmışıq ki, bir istiqamətimiz olsun, ali təhsil müəssisələrimizin maddi-texniki bazasının zənginləşdirilməsi. İkinci istiqamətimiz həmin ali təhsil müəssisələrində tədris həyata keçirən müəllimlərimizin və tələbələrimizin bilik bacarıqlarının daha da təkmilləşdirilməsi. Və üçüncü istiqamətimiz də Azərbaycan dilində kontentin, məzmunun yaradılmasıdır. Və bu hər 3 istiqamət üzrə yəqin ki, mətbuat izləyəndən xəbəriniz var, müəyyən qədər fəaliyyətlərimiz olub. Elə bu yaxınlarda Bakı Dövlət Universitetində elektron kitabxananın açılışı idi 2 gün əvvəl. Və bu, məhsul birinci istiqamətdə olan layihələrin çərçivəsindədir. Və bu, demək olar ki, ölkədə olan universitetlərin əksəriyyəti ilə bu istiqamətdə, bu və digər formada layihələrimiz olub. Bu sıraya həm elektron kitabxanaların qurulması, həm laboratoriyaların qurulması, həm müəyyən ki, nəşr poliqrafi xidmətlərinin təkmilləşdirilməsi və sair kimi istiqamətlər mövcuddur. İkinci istiqamət, qeyd etdiyim kimi, tələbələrimizin və müəllimlərimizin peşə ixtisaslarının da artırılması və bu istiqamətdə həm ingilis dilinin tədrisi ilə bağlı, həm müəyyən rəhbər heyət üçün təlimlərin təşkili kimi müəyyən layihələrimiz olmuşdur. Və nəhayət üçüncü istiqamət ki, bugünkü dərslik təmin üçüncü istiqamətə aiddir. Azərbaycan dilində təhsilimizə töhfə verəcək lazımi məzmunun formalaşmasıdır. Bu istiqamətdə bizim ən aparıcı layihələrimizdən biri dünyanın aparıcı universitetlərinin dərsliklərini Azərbaycanda tərcümə edilib, Azərbaycan dilində nəşri və universitetlərimizlə bölüşülməsidir ki, Azərbaycan tələbələri də ingilis dilində təhsil alma, ingilis dilində oxumaq imkanı olmayan Azərbaycan tələbələri üçün də həmin o yeni müasir biliklərin əlçatan alınığını təmin edək. Və eyni zamanda bu istiqamətdə kontentin məzmunun yaradılması istiqamətində yerli müəlliflərin də iştirakı ilə yeni dərsliklərin, yeni dərs vəsaitlərinin və kitabların yazılması və bugün təqdimatdan toplaşdığımız bir layihə və həmin üçüncü istiqamətdən biridir. Vəkillik fəaliyyəti ilə bağlı təklif hörmətli Əmir müəllimlə və vəkillər kollegiyasına daxil olduqda biz təbii ki, düşünmədən tərəfdaşlarımızla bərabər bu layihəni dəstəkləmək qərarına gəldik. Çünki bu istiqamətdə fərqli ədəbiyyatlar mövcud olsa da vəkillik fəaliyyəti ilə bağlı vahid bütün məlumatları bir araya toplayacaq, akademik dəqiqliklə və praktik təcrübəsi olan insanların iştirakı ilə yazılacaq yeni bir kitabın yaranmasına həqiqətən də ehtiyac var idi. Və
Hörmətli müəlliflər, alim adlarını gördünüz. Hər biri öz sahəsində ciddi peşəkarlığa malik, ciddi akademik göstərim nailiyyətlər əldə etmiş və praktik sahədə təcrübəsi olan yoldaşlardır və müəllimlərdir, peşəkarlardır, hüquqşünaslardır və məhz onların birgə kollektiv əməyi nəticəsində belə bir kitabın ərsəyə gəlməsi xüsusilə təqdirə layiq qaldır. Kitabın ümumi hissəsində qeyd olunub ki, kitab həm Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəissiyyət heyətinin qərarı ilə dərs vəsaiti kimi tövsiyə olunub. Eyni zamanda həm bakalavr, həm də magistr pilləsində hüquqşünaslıq ixtisası üzrə təhsil olan tələbələrimiz üçün də dərslik kimi istifadə olunarlar. Amma mən də tam hamı dediyinə qoşuluram ki, bu sadəcə bir dərslik kimi dəyərləndirmək kifayət deyil. Ümumiyyətlə, hüquq sahəsi ilə marağı olan, vəkillik fəaliyyətinə marağı olan, bu sahə ilə bağlı biliklərini, məlumatlarını artırmaq üçün hər bir kəs üçün kifayət qədər zəngin və çox da oxunaqlı bir ədəbiyyatdır və həqiqətən də tövsiyə olunandır. Çünki burada vəkillik fəaliyyətinin tarixindən tutmuş, praktik tərəflərinə qədər, hüquq aspektlərinə qədər və eyni zamanda vəkilin davranış qaydalarına qədər incəliklərə yer ayrılmış bir kitabda və kifayət qədər əhatəli şəkildə təsvir edilmişdir. Mən xüsusilə müəlliflərə təşəkkür etmək istərdim. Anar mənim başda olmaqlı vəkillər kollegiyasına təşəkkür etmək istərdim. Çünki layihə prosesində mən gördüm ki, nə qədər həssaslıqla, nə qədər ciddi məsələ yanaşıldı. Hətta vəkillik fəaliyyəti haqqında qanunun qəbul olunması gözlənilirdi. Hətta kitab ona görə sonuncu hissəsi gözlənilirdi ki, qanun çıxsın və yeni qanun qəbul edildikdən sonra o qanun tələbləri, müddəaları da bu kitabda öz əksini tapsın. Buna görə bir neçə ayda kitabın nəşrdə yubandı və müəlliflər israrla, anar müəllimlər israrla istədilər ki, məsələn, qanun nə zaman qəbul olunarsa, ondan sonra artıq yeni qanunun tələbləri də məhz bu kitabda öz əksini tapsın ki, daha uzun müddətdə oxucularımız üçün əlçatan olsun. Mən fürsətdən istifadə bir daha Vəkillər Kollegiyasına bütün müəlliflərə öz təşəkkürümü bildirirəm. Eyni zamanda tərəfdaşlarımıza təşəkkür edirəm ki, tərəfdaşlarımız da bu layihənin icrasından bizə etibar etdilər və bizim seçimimizi hörmətlə qarşıladılar və bugün də iştirak edib bizə dəstək göstərirlər. Eyni zamanda həmkarlarıma təşəkkür edirəm ki, bu layihənin icrasında Vəkillər Kollegiyası ilə bərabər nəticə etibarı ilə faydalı, uğurlu bir məhsulun ərsəyə gəlməsinə töhfə vermiş olduq və ümid edirəm ki, hüquq ictimaiyyətimiz üçün, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrimiz üçün, peşəkar fəaliyyətini davam etdirən vəkillərimiz üçün, ümumiyyətlə hüquq ictimaiyyətimizin bütün üzvləri üçün bu çox vacib, əhəmiyyətli bir dəstək olacaqdır və Femidanın 3 qolundan birinin daha da möhkəmlənməsindən bu kitabın bir zərrə qədər də töhfəsi olacaqdır. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun, Məsləhət müəllim, sözlərinizə görə, çıxışına görə, gözəl çıxışa görə təşəkkür edirik sizə. Madəm ki, BP və tərəfdaşları, yəni layihəyə dəstək verən tərəf, iki tərəfdarı layihəyə dəstək verən tərəf adından əsas baş aparıcı şəxs çıxış elədi. Yəni, vəkillər tərəfdən əsas baş aparıcı şəxsə söz verək. Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar müəllim, buyurun. Hörmətli hanımlar və cənablar, dəyərli həmkarlar, bugün burada mən Azərbaycan hüquq ictimaiyyətini, ümumiyyətlə ictimaiyyətin görkəmli nümayəndələrini görürəm və bizim üçün böyük şərəfdir ki, hamınız bizim dəvətimizi qəbul etmişsiniz, gəlib iştirak edirsiniz. Milli Məclisin deputatları, bizim dəyərli millət vəkillərimiz, hər zaman vəkilliyə dəstək göstərən, vəkilliyin problemlərinə yaxından maraqlanan və vəkilliyə həmişə töhbələr verən insanlardır. Eyni zamanda burada akademik fəaliyyət geniş təmsil olunur. Bizim universitetlər, professor müəllim heyəti və demək olar ki, bütün Azərbaycanın hüquq məktəbləri, hüquq fakültələri burada təmsil olunur. Həmçinin burada kim nümayəndələr iştirak edir və təbii ki, Vəkillər Kollegiyası üçün bu cür geniş və təntənəli mərasimdə kitabımızı təqdim etmək mənim zənnimcə qürur hissi gətirir və böyük bir şərəfdir. Və məndən öncə çox gözəl, məzmunlu, lakonik, ancaq parlaq bir nüt söyləyən, hörmətli Bəxtiyar müəllimə mən öz adından, ölkəmizin bütün vəkil korpusu adından minnətdarlığını bildirirəm bu sözlərə görə və ümumiyyətlə BP şirkətinin bu təşəbbüsü, bu dəstəyi, bu əməkdaşlığı vəkillik üçün xüsusi önəm daşıyır.
Mən deyərdim ki, Vəkillər Kollegiyası ümumiyyətlə biləsiniz ki, öz fəaliyyəti devrində bir qayda olaraq öz gücünə güvənib və öz imkanları hesabında bütün fəaliyyətini həyata göstərib və bu nadir örnəklərdən biridir ki, bizə kənardan qürur dəstək göstərir. Bu bizim çox qiymətlidir. Çünki Vəkillər Kollegiyasında o qədər də varlı təşkilat deyil. Amma ona baxmayaraq biz tamamilə özümüzü maliyyələşdiririk. Biz çalışırıq həm institusional baxımından, həm də maliyyə cəhətdən tam müstəqil olaraq. Ancaq bu tür tərəfdaşlıq təbii ki, lazımdır və mənim zənnimcə bu ölkəmiz üçün böyük töhbədir. Təbii ki, bir gün əlamətdar gündür. Bilirsiniz ki, dünənləri mən çox gözəl xatırımdadır ki, Bəxtiyar müəllimin Böyük Britaniyada çox yüksək tərkiblə tərtib olunması və mükafatla bağlı çox sayılı təbriklər oldu. Mən də öz Facebook səhifəmdə təbrik etdim. Ancaq bir gün fürsətdən istifadə edib bu tribunadan Bəxtiyar müəllim öz adından, bütün həmkarlarım adından, mən də burada oturaq hər kəs adından sizi ürəkdən təbrik edirik. Bu əslində həm də sizin peşəkarlığınıza, sizin sərişlərinizə və sizin həqiqətən də indiyədək BP şirkətinin fəaliyyətinə, Azərbaycan-Britaniya əməkdaşlığında verdiyiniz töhfələrə olan yüksək qiymətdir. Ölkəmizdə vəkillik fəaliyyəti ilə bağlı bir neçə dərslik monoqrafiya dərc olunmuşdur. Təbii ki, mənə biraz çətindir bu kitab barədə danışmaq. Mən qəsdən dərslik demirəm, kitab deyirəm. Çünki həqiqətən də burada böyük bir əmək var. Birincisi, 6 müəllif bu kitabın hazırlığında iştirak edib. Mən də dahil olmaqla çalışmışıq ki, kitabımız əhatəli olsun, bütün məsələləri özündə əks etdirsin. Biz formal yanaşmamışıq məsələyə və çalışmışıq ki, vəkillikdə olan bütün inkişaf, bütün dəyişikliklər həm qanunumuza, həm də Vəkillər Kollegiyasının daxili reglamentinə, qaydalarına uyğun olaraq bütün məsələlər orada öz əksini tapsın. Müqayisəli təhsillər aparılır, beynəlxalq təcrübəyə geniş yer verilir. Eyni zamanda, əgər kitabın mündərəcəsində baxmışsınızsa, orada görərsiniz ki, yeni bir fəsil var. Türk dövlətlərində vəkilliyə həsb olunan fəsildir. Bu yeni bir məsələdir. Əslində biz bunu çox müzakirə etdik. Hesab etdik ki, artıq o məqam gəlib ki, bütün bizim dərsliklərdə biz ayrıcı olaraq beynəlxalq təcrübədən savayı Türk dövlətlərinin təcrübəsinə də istinad edək. Bu çox önəmlidir. Çünki möhtərəm cənab prezidentin də dəfələrlə vurğuladığı kimi bizim bir ailəmiz var. O da Türk dövlətləri ailəsidir. Başqa ailəmiz yoxdur. Ona görə ilk öncə təbii ki, öz ailəmiz barədə məlumat verməli və təcrübəni öyrənməliyik. Bilirsiniz, bu kitab təbii ki, bütün məsələləri əhatə edə bilməlidir. Və mən əmin edirəm ki, bu işin davamı da olacaq. Yəni, zənnimcə, müxtəlif mühakimə icraatlarında vəkilin iştirakı ilə bağlı kitabın davamı olmalı, yeni cildi olmalıdır. Onun üzərində də artıq iş gedir və ümid edirəm ki, o işləri biz tamamlaya biləcəyik kitabın davamı kimi. Ancaq təbii ki, eyni zamanda biz öz əsərimizə tənqidi yanaşırıq. Əminik ki, burada müəyyən tənqidi fikirlər də səslənəcək. Biz ona görə toplaşmışıq və bu təbiidir. Yəni, bilirsiniz ki, biz bacardığımızı etmişik. Bütün gücümüzü, təcrübəmizi, bilgimizi səfərbər edib bu kitabı ərsəyə gətirmişik. Və istəyimiz odur ki, Azərbaycan hüquq məktəblərində, hüquq fakültələrində vəkilliyə maraq daha da artsın. Biz həmişə hüquq hissi ilə bildirik ki, son illər ərzində vəkillərin sayı 3 dəfədən çox artır. Hal-hazırda ölkədə 3000-ə yaxın vəkil fəaliyyət göstərir. Təbii ki, çox böyük uğurdur. Ancaq eyni zamanda deyə bilərik ki, yenə də tutaq ki, Avropa ölkələri sırasında CPJ-nin hesabatına əsasən Azərbaycan 100.000 əhaliyə düşən vəkillərin sayına görə sonuncu yeri tutur. Belə bir problem var. Demək, vəkillərin sayı daha da artmalıdır. Və əgər orta Avropa statistik göstəriciləri 100.000 nəfərə 180-ə gəlib çatır, bizdə yalnız 28 nəfərdir. Yəni, bu belə bir problemdir və mənim zənnimcə problem ondan qaynaqlanır ki, illər boyu bizim gənclər, tələbələr, bunlar başqa qurumlarda işləmək istəyirlər. Vəkil olmaq arzu o qədər böyük olmuyor. Ancaq biz artıq o dəyişikliyi görürük, o müsbət tendensiyanı görürük. Vəkilliyə gənclər axışır. Bir gün vəkillikdə gənclərin sayı, mən deyərəm ki, çoxluq təşkil edir və bu böyük bir uğurdur. Ancaq bu cür əsərlər, bu cür kitablar, dərsliklər təbii ki, vəkilliyə marağı daha da artıracaq. Mən buna şübhə edirəm. Eyni zamanda onu qeyd etmək istərdim ki,
vəkillik əslində böyük bir missiyadır, çox önəmli, əhəmiyyətli bir missiyadır. Təbii ki, burada əyləşən peşəkar, əksər əyləşənlər peşəkar hüquqşünaslardır. Ona görə mən burada geniş qanun normaları barədə danışmaq niyyətində deyiləm. Ancaq onu deyə bilərəm ki, vəkillik insan hüquqlarına hörmət nümayiş etdilərək, insan hüquqlarını müdafiə edərək əslində hüquqa xidmət etməkdədir. Hüquqa xidmət missiyasını həyata keçirir. Bilirsiniz, insan hüquqlarını müdafiə etmək bu təbii ki, çox şərəfli bir missiyadır, çox önəmli bir missiyadır. Çünki Azərbaycan dövlətinin əsas məqsədlərindən biri hər kəsin hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Və bu missiyanı peşəkar vəkillər şərəflə və vicdanla yerinə yetirirlər. Təbii ki, əgər insanlarımız, vətəndaşlarımız qanundan bilməsələr, hüquqi cəhətdən savadlı olmasalar, onda onlar öz hüquqlarını müdafiə edə bilməzlər. Bugün hüquq da mürəkkəbləşir, qanunverici də mürəkkəbləşir və burada peşəkar hüquqi yardım olmadan baş çıxarmaq çox çətindir və vəkillər bir körpü missiyasını, rolunu yerinə yetirirlər. Vətəndaş və dövlət, vətəndaş və hüquq arasında körpü missiyası, bu müqəddəs bir missiyadır və mən də hesab edirəm ki, hər kəs razılaşar ki, insanlar da hüququ bilməsə, qanunu bilməsə, onda qanun bir mexanizm olacaq və öz missiyasını lazımi səviyyədə icra etməyəcək. Bu baxımdan təbii ki, vəkillik cəmiyyətdə bir balans yaradır və biz çalışırıq o balans çox möhkəm olsun, körpü çox möhkəm olsun və insanların vəkilliyə güvənliyi, inamı daha da artsın. Və mən bir daha bizim kitab üzərində əməyə keçən hər kəsə, mənim dəyərli həmkarlarıma, müəlliflərin hər birinə, eyni zamanda kitabın işıq üzü görməsində əməyə keçən texniki personala, redaktorlara və təbii ki, birinci növbədə kitabın işıq üzü görməsində bizə tam dəstək göstərən BP şirkəti və onun tərəfdaşlarına özləri minnətdarlığını bildirirəm. Çox sağ olun, təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik. Bir də gözəl layihəyə rəhbərliyiniz altında ərsəyə gətirdiyiniz üçün, uğurla başa çatdırdığınız üçün gözəl bir kitab əldədir və hüquq ictimaiyyəti, ümumiyyətlə ictimaiyyət bundan hələ uzun illər çox bəhrələnəcək. Onun üçün təşəkkür edirik sizə. Madam ki, hüquq elmindən, insan hüquqları müdafiəsindən, vəkillikdən, hüquqşünaslıqdan danışırıq, gərək Milli Məclisimizin də layihə haqqında fikirlərini dinləyək. Milli Məclisin hörmətli 2 deputatımız bugün burada iştirak edir. Birinci söz verək Qanunvericilik və Hüquq Siyasəti Komitəsinin sədri Əl-Müəllimə. Buyurun Əl-Müəllim. Çox sağ olun, dəyərli Tamam xanım. Səsinizi eşitmək hər zaman çox məmnundur. Sizin nitqinizi eşitməkdən çox məmnunuq. Azərbaycan hüquq ictimaiyyətinin dəyərli nümayəndələrini salamlayırıq, bizim elm nümayəndələrini salamlayırıq və demək istəyirəm ki, mənim və həmkarlarımın burada olması təsadüfi deyil. İlk növbədə ona görə ki, Vəkillər Kollegiyası ilə parlament arasında çox səmərəli, qarşılıqlı əməkdaşlıq mövcuddur. Amma həm də ona görə ki, bu əməkdaşlığın biz hər zaman nəticələrini hiss etmişik. Qəbul olunan qanunların tətbiqində bunu görmüşük. Və düşünürəm ki, BP rəhbərliyi, hörmətli Bəxtiyar müəllim, siz bu layihəyə dəstək verməkdə yanılmamısınız. Əminəm ki, bu tək bir dost dəstəyi olmayıb, ilk növbədə peşəkar dəstəyi olur. Çünki böyük korporasiyalar, şirkətlər heç zaman layihələri subyektiv səbəblərə görə dəstəkləməzlər. Ancaq onun bir cəmiyyət üçün nəticəsi faydası olsun deyə dəstəkləyərlər və məncə bu həmin nümunələrdən biridir. Çünki şirkətlər, biznes mühiti ilk növbədə əlbəttə ədalət mühakiməsinə ümid edirlər, güvənirlər, amma problem olanda vəkilliyə müraciət edirlər, hüquq şirkətlərinə müraciət edirlər. Və bu kontekstdə sizin marağınız əlbəttə başa düşüləndir. Vəkillər Kollegiyası isə öz gördüyü işi həm də təqdim edir. Bu dövr ərzində çox böyük bir işlər görülür. Və bu kontekstdə 2 fikrimi bölüşmək istəyirəm. Bu kitabla böyük məmnuniyyətlə tanış olduq, öncədən almışdıq, təşəkkür edirik. Birincisi, tarixilik kontekstində.
Azərbaycanın hüquq sahələri və yaxud da ki, dövlətimizin bir sıra sahələri keçdiyimiz 100 illiklər dövründən müəyyən bir hissəsi ilə qürur duya bilər, müəyyən bir hissəsində uğurlar əldə etmişik, haradasa qüsurlar olur. Amma vəkilliyin tarixi bir qədər fərqlidir. Baxmayaraq ki, hətta bu kitabda vəkilliyin tarixi barədə yazılıb, amma reallıq ondan ibarətdir ki, Azərbaycanın bugünkü vəkilliyi o məhz müstəqillik bərpasından sonra formalaşan vəkillikdir. Biz Azərbaycan kinosu, ədəbiyyatı, incəsənəti ilə bağlı bunu deyə bilmədik. O məhz Sovet dövründə çox yüksək nailiyyətlər əldə edib. Amma bizim nəsil və bizdən də bəlkə bir qədər yaşlı nəsil, burada hörmətli ikramlarını təsdiqləyər, o vəkillik dövründə görmüşük. Axı, müəyyən orada formalizm olub. Çar Rusiyası dövründə, ondan əvvəlki dövrlərdə, xanlıqlar dövründə və s. müəyyən elementlər olub, amma bugünkü element məhz indidir. Və ikinci, bu nailiyyət də heç də müstəqilliyin ilk illərində əldə olunmuyub. O dövrlərdə də müşahidə etmişik, istədiyimiz uğurlar yox idi. Azərbaycan vəkilliyi bugünkü uğurlara son dövrlər nail olub. İkinci hissəyə keçmək istəyirəm fikrimin. Necə buna nail oluna bilib? Çünki həm iradə olmalıdır, həm də müəyyən bir qanunverici əsas olmalıdır. Elə sahələr var ki, qanunverici əsası var, amma praktikada onun uğuru yoxdur. Konstitusiyada vətəndaşlara verilən keyfiyyətli hüquqi yardım hüququ, hesab edirəm ki, Anar müəllim, sizə həm də konstitusiyon bir status verir. Baxmayaraq ki, orqanın adı konstitusiyada çəkilmir, amma keyfiyyətli hüquqi yardım o deməkdir ki, bunu vəkil etməlidir, bunu peşəkar etməlidir. Və zamanında biz qanunverici dəyişiklik edəndə, tənqidlərlə üzləşəndə ki, niyə sadəcə nümayəndələr yox, bunu vəkillər etməlidir, konstitusiya sökəndirdik. Və bu kontekstdə sizi təbrik etmək istəyirəm ki, siz buna nail ola bilirsiniz. Çünki bir çox hüquqlar bu formada tətbiq olunmuyor. Sizdən həm də tələb olunub ki, siz bu hüququ peşəkar səviyyədə qoruyasınız, onu keyfiyyətli edəsiniz, sıradan bir yardım olmasın da. Hüquq Siyasət Komitəsinin sədri kimi, parlament nümayəndəsi kimi qürurla söyləyə bilərik ki, bugün Azərbaycan Vəkillər Kollegiyası buna nail olub, onun nəticəsini biz bu zalda görürük. Belə olmasaydı, dövlət orqanlarından onlarla, yüzlərlə gənc xanımlar, gənclər vəkilliyə yüz tutmazdılar. Və zamanında əslində hər bir hüquqşünasın arzusu vəkil olmaq olur. Bir sıra sabilərdən bəlkə, ola bilsin ki, bəzən maddi təminatlar baxımından, səlahiyyətlər baxımından hüququn digər sahələrinə ünvanlanıblar. Amma içəridə olan arzu hüquqşünas üçün vəkil olmaq idi. Bu kontekstdə təbrik edirəm ki, buna da nail olmuşsunuz. Və bu kitab da əlbəttə ki, hüququ maarifləndirmə kontekstində ən uğurlu təqdimatlardan biridir. Təşəkkür edirəm. Çox sağ olun, müəllim, dəyərli sözləriniz, çıxışınız üçün. İndi isə İnsan Hüquqları Komitəsinin sədri Zahid müəllim. Zahid müəllim, sizə ona görə birinci söz vermədim ki, siz mənə yerlimsiniz, sonra deyirlər yerli-bazlıq edir, İrəvanlısınız. Hörmətli Anar müəllim, dəyərli millət vəkilləri, əziz İkram müəllim, əziz hüquq ictimaiyyəti, müəllimlər, gənclər. Tamam xanıma ehtiramla başladı Əli müəllim. Tamam xanımı ayrıca bir dəyər kimi mütləq demək lazımdır. O cazibədarlığa, o parlaqlığa, o nitq energiyasına malik olmaq ayrı bir hadisədir. Ulu Öndər Mikail Mirzəyə deyilmiş ki, sən tribunadan danışanda ruhun məni vurur. Tamam xanımın bax bu mənada o gənclik ruhu salonda hamıya təsir edir və o yalnız bir moderatorluq funksiyası deyil. Bu gerçəkdən də belədir. İkincisi, dəyərli Əli müəllim, çox hər zaman olduğu kimi, parlamentdə də olduğu kimi parlaq bir çıxış etdi və vəkilliyin tarixindən danışdı. Mənsə hər zaman belə düşünmüşəm ki, bir millətin özünün haqqı bütöv pozulubsa, onun ayrı-ayrı vətəndaşlarının haqqı mütləq pozulacaqdır. Bu onun sanki törəməsidir. Biz 2020-ci ilə qədər vəkillik institutunun bütün institusional tarixinə baxdığımızda ki, o çarizmdən, yaxud Cumhuriyyət dövründən Sovet ideoloji sisteminin bir hissəsi olaraq sonra müstəqillik dövrü. Amma mən 2020-ci ildən sonra Vətən müharibəsində qələbəmizdən sonraki bütün institutlarımızın, o cümlədən Vəkillik institutunun
tarixini ayırardım. Məncə biz həm də hüquqi bütövlüyə nail olmuşuq millət olaraq. Bu həm də hüququn zəfəridir. Ancaq indi onu daxildə hər bir vətəndaşın haqqı səviyyəsində, onun təminatı səviyyəsində də gücləndirməlidir. Ulu Öndərin zamanında 70-ci illərdə ifadə elədiyi qoy ədalət zəfər çalsın ifadəsi bax, indi daha çox yerinə düşər ki, biz onu dövlətin ideologiyası kimi daxildə vətəndaşlarımıza münasibətdə tətbiq edirik. Çünki suverenlik hadisəsi, bütövlük hadisəsi nə qədər torpaq, vətən, düşmənə qarşı savaş, siyasi konstitusional sistem hadisəsidirsə də, amma vətəndaşın torpaq, mülkiyyət, əmlak, idarə etmə, iş, haqları öz-özlüyündə o zəfərə gəlib çatmalıdır ki, millət xarici düşmənə münasibətdə o zəfəri hiss eləsin, həm də daxildə hüquqda onu hiss eləsin. Ona görə də sizlə bizi cəmi ya bir söz ayırır, ya da əslində heç ayırmır, birləşdirir. Millət vəkilliyindən vəkillik. Siz də millət üçün hər zaman çalışmışsınız və bizim istehsal etdiyimiz qanunların real durumunu cəmiyyətdə, ki, hörmətlərim mənim qeyd etdi ki, bir sıra qanunlar var, cəmiyyətdə işlək imkanları ayrıdır, amma elə hallar var ki, sizin işiniz qanunlardan üstündür. Sizin qədər barometri, indikatoru dəqiq bilən yoxdur ki, əsl həqiqət Azərbaycan vətəndaşının hüquqlarının təminatı nə yerdədir, bizim qanunlarımız nə dərəcədə keyfiyyətli və ya işləyir. Sovet dövrü ilə bağlı deyildi, bizə cəmi 5 dəqiqəli reqlament verilir, mən onu çalışacağım, aşmayayım, bəlkə mənim sonuncu tezisim olsun ki, məşhur o epizodlar da var ki, hamı hüquqşünas olmaq istəyirdi. Hörmətli anar mənim qeyd elədi, 2820 vəkil var, o özü rəhbərliyə başlayanda məncə bu rəqəm 600-700-ü aşmırdı. Biz onda o rəqəmlərə görə Avropa Şurası arealında daha aşağı yerdəydik və mən elə gəlir ki, bizim bundan sonraki dövrdə bu yalnız say hadisəsi deyil, bizim ayrı-ayrı bölgələrdə vəkillərimiz gerçəkdən də çatmır və bu hüququn nə dərəcədə mükəmməl orada işləhliyinə də, hüquqa əlçatanlığa da, hüquqi müdafiədə təsir edən bir faktordur. Biz çox arzuluyoruz ki, bu rəqəmlər doğrudan da birdən-birə deyiləmirəm ki, 28 min olsun, amma hər halda bu köklü şəkildə artsın. Və yalnız onunla deyil, Azərbaycan hüquq sistemində vəkilliyin yeri o qədər möhkəmlənsin ki, gerçəkdən də ora can atım birinci hüquq fakültəsinin tələbələrinin sayında özünü göstərsin. Biz ədliyyə orqanlarına xidmətə qəbulda hüquq təhsili, imperativ normanı ortadan qaldırdıq. Bu həm də məcburiyyət tədbiridir. Mümkün idi ki, o sahədə tam hüquqşünas tələb olunmasın. Amma bizim 10 minlərlə kadr bankımız olsaydı, bəlkə heç o dəyişikliyə də gedilməzdi. Ona görə də, əziz dostlar, kitab müqəddəsdir. Bizim həyatımızın bir dövründə bizim cəmi 2 dənə kitabımız olur. Biri deməli müqəddəs kitabdır, biri də insanlar toplayır, xəstəliklər kağızından yığır, o da bir kitaba çevirir. Hələ ki olmasın deyirik. Bizim millətin bundan sonra sağlam, uğurlu yaşama dövrüdür. Cənab Prezidentə xaricdə 2 səfərdə qalib dövlətin liderinə 2 yerdə edilən hücumları mən müşahidə elədim. Öz-özümə dedim ki, istənilən ölkədə həmin qüvvələri necə cəzalandırardı. Və torpağımız üzərində savaşda bizə məğlub olanlar indi prezidentə yəni ordu ilə deyil, başqa qüvvələrlə hücum edirlər. Və burada da vəkillərimizin rolu böyükdür. Kitabımız mübarək olsun, alqışlayırıq, təbrik edirik. Sağ olun. Çox sağ olun Zahid müəllim. Mənim ünvanıma dediyi sözlər üçün də çox təşəkkür edirəm. Həmişə xoş sözlər eşitmək həmişə xoşdur. Bu kitabdan çox qurumlar, çox müəssisələr və çox da ali məktəblər istifadə edir. Ümidvarıq ki, əlbəttə. Və bir onlardan bəzilərinə söz vermək istəyərdik. İlk olaraq istəyərdik ki, Dövlət Gömrük Komitəsi Akademiyasının sədri Qulu müəllimə söz verək. Qulu Novruzov, buyurun. Əziz həmkarlar, hörmətli Anar müəllim, hörmətli Bəxtiyar müəllim, hörmətli millət vəkilləri, hüquq ictimaiyyətinin dəyərli nümayəndələri, bu müqəddəs Ramazan ayının ilk günlərində sizlərlə müqəddəs bir məram üçün bir auditoriyadayıq, bir məkandayıq. Dövlət
Gömrük Komitəsi Akademiyasının artıq 4 ildir rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və dostumuz, dəyərli insan Yercəmişin təbriklərimizə qoşuluruq Bəxtiyar müəllim. İlginin regional Xəzər regionu üzrə direktor müavini Bəxtiyar müəllimcinin İlginin və onun tərəfdaşlarının Talam xanım dəstəyi ilə olan belə bir kitabın təqdimatındayıq. İlginin sosial layihələri haqqında burada danışıldı. Ayrı-ayrı yerlərdə, kəndlərdə hansısa bir icmanın su təminatı ilə məşğul olurlar, məktəbdə tikirlər, kitablar. Amma gəlin etiraf edək ki, bugün təqdimatına yığıldığımız bu kitab, bu mərasimin mahiyyəti, məqsədi biraz fərqlidir. Orada bir kəndi su ilə təmin eləmək olur, məmnun eləmək olur, amma orada dəyərli spikerlərimiz çox gözəl sözlər deyirlər. Mənim yaşım imkan verir, Əli-müəllim dediklərinə şərik çıxmaq və onlara təsdiq eləmək. Sovet dövründə vəkillik üstü formal xarakter daşıyırdı. Anam mənim də bu barədə qeyd elədi. Təəssüflər olsun ki, müstəqilliyin artıq 35-ci ilini biz yaşayırıq. Vəkillik institutunun, yəni getdiyi yola baxanda belə elə bir uzun yol qət edə bilməmişik. Xüsusilə də son illərdə vəkillik sahəsində, vəkillik fəaliyyəti sahəsində, bütövlükdə hüquq müdafiəsi sahəsində görülən bu nəhəng işlərə rəğmən yenə də Anar müəllim yəqin ki, razılaşırsalar, qət olunacaq bir uzun yol vardır. Hesab edirəm ki, bu kitab bu gediləcək, qət olunacaq bu yolda, bu yolu daha hamar, daha qısa qət olunmasına bir ışıq tutacaqdır, kömək göstərəcəkdir. Ümumiyyətlə, bütövlükdə ayrı-ayrı vaxtlarda biz xarici ölkələrdə olanda bu ixtisasların tez-tez bu barədə, yəni peşələrin cəmiyyətdə daşıdığı yol, yer, daşıdığı missiya, ən prestijli peşələr barədə reyting cədvəllər çıxır ayrı-ayrı vaxtlarda. Xüsusilə ayrı-ayrı vaxtlarda Amerikada Birləşmiş Ştatların təhsil proqramlarında olanda açıqda deyim, deyəndə o vaxt deyəndə deyirlər, ən prestijli peşə o da vəkillikdir, bir də həkimlik. Həkimlik başa düşürdüm, amma vəkillik niyə bu qədər prestijli, niyə belə deyirlər? Etiraf edeyim ki, mən onu anlamakta çox çətinlik çəkirdim. Çünki başqa bir reallıqlardan olan ictimai münasibətlərdən ətrafından, mühitindən biz çıxıb getmişdik. Və bir də ümumiyyətlə vəkillik fəaliyyətinin, hüquq müdafiə vəkillik fəaliyyətinin ümumiyyətlə, vəkillərin statusunun və cəmiyyətdə bu oynadığı yeri və rolu var. Bu və digər dövlətlərin inkişaf səviyyəsi arasındakı korrelasiyaya baxdıqda çox maraqlı bir mənzərə ortaya çıxır. O ölkələrdə vəkillik institutu çox böyük statusa malikdir ki, onlar çox yüksək inkişaf səviyyəsindədir. Deməli, burada düşünməyə əsas vardır. O ölkələrdəki vətəndaşın hüquqları yüksək səviyyədə təmin olunur. O ölkələrdə vətəndaş cəmiyyət bütövlükdə hüququ müdafiə haqqını realizə edə bilir. O cəmiyyətlər inkişaf etmiş cəmiyyətlərdir. Ona görə də, hörmətli Anar müəllim, bugün bu kitabla mən də ətraflı tanış olmağa macal tapdım. Kitabı mən belə deyərdim, bu ümumi başlıqdır, onun altında bir başqa bir alt başlıq qoyardım. Vəkillik hüququ bu kitabın içərisində yerləşdirilmiş bir məzmundur və hörmətli Bəxtiyar müəllim autoriya barədə danışanda kitabın adresatı barədə, ünvanları barədə demişdir. Yalnız hüquqşünaslar, vəkillik fəaliyyətinə maraqlananlar deyil, vəkilliyin fəaliyyətinin istehlakçıları üçün də çox faydalı bir, yəni bütövlükdə öz hüququ barədə düşünən hər bir vətəndaş üçün, hər bir şəxs üçün hesab edirəm ki, çox dəyərli bir vəsaitdir. Və təbii ki, mən burada ali məktəb rəhbəri kimi, akademik camianın nümayəndəsi kimi çıxış edirəm. Akademiyanın kitabxanasında BP şirkəti və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən, çap olunan və ali məktəblərə pulsuz olaraq çatdırılan, onlarla artıq sayını da itirirəm. Bir vaxtlar mən çalışırdım onların statistikanı saxlayayım. Bu kitablar o qədər bu statistika tez-tez dəyişir ki, artıq dəqiq rəqəm deyə bilmirəm. Çox saylı istədiyimiz qədər akademiyanın, yəni bütün ali məktəblərdən, yəqin ki, hüquqşünaslıq üzrə kadr hazırlayla məşğul olan ali məktəblərin nümayəndələri də təsdiq edirlər. Çox dəyərli vəsaitlər alırıq və bütövlükdə hesab edirəm ki,
ümumiyyətlə Azərbaycanda hüquq elminin inkişafı üçün, Azərbaycanda cəmiyyətin, insanların, vətəndaşın öz hüquqlarını təmin etməsi, qorunması üçün bu kitab çox böyük bir missiya daşıyacaqdır. Başqa bir son sözümü demək istəyərdim. Təbii ki, deyiləcək sözlər çoxdur, devam müəyyən edirlər burada. Bu və digər hüquqi mübahisələrdə ümumiyyətlə, hüquq ana müəllimdə qeyd elədi, realizə olunmursa bu artıq çox gözəl bizim hörmətli millət vəkillərimiz orada zəhmət çəkirlər, ən mütərəqqi qanunları qəbul edirlər. Amma onların işləmə mexanizmi bir, amma cəmiyyət tərəfindən o istehlakçı, hüququn sahibləri ona sahib durmasalar, sahib çıxmasalar, onların effektivliyi o qədər yüksək olmayacaqdır. Bu mənada vəkillik fəaliyyətinin dəyəri təsəvvür etdiyimizdən daha çoxdur və xüsusilə də dövlət müəssisələrinin, ictimai qurumların, yaxud hüquqi şəxslərin bütövlükdə əllərində bu və digər resurslar vardır, sanksiya resursları vardır, hüquqi alətlər vardır, digər administrativ resurslar vardır. Amma vətəndaşın bu mənada, bu və digər məsələdə hüququ müdafiə eləməsi üçün hüquqi dəstək paritetinin yaradılması missiyası vəkillik fəaliyyətindən məşğuldur. Bu mənada hesab edirəm ki, bu kitab Azərbaycanda bütövlükdə vəkillik üsulunun formalaşması, vəkillik üsulunun inkişafında öz rolunu göstərəcəkdir. Mən bu işdə zəhməti keçən, əməyi keçən hər kəsə, xüsusilə də müəlliflərə təşəkkürümü bildirmək istəyirəm və yeni uğurlar arzu edirəm. Sağ olun, var olun. Vəzifənizi rəisə vəzifə sədri dediyim kimi üzr istəyirəm, amma yeri gəlmişkən Bəxtiyar müəllim vəzifəsində direktor müavini deyil, vitse-prezidentdir. Bir. İndi isə digər bir rəisə söz vermək istəyirəm. Baş prokurorluğun elmi tədris mərkəzinin rəisi Fazil müəllimə. Buyurun, Fazil Həsən Əliyev. Teşekkür ederim Hanım. Minnettarım mənə söz verdiyiniz üçün. Mən də eyni zamanda prokurorluğun mənimlə bərabər burada iştirak edən digər həmkarımız bura dəvət olunduğumuz üçün hörmətli anamlarım sizə öz təşəkkürümüzü qeyd edirik. Burada Zahid mənim çox gözəl bir söz fikir vurguladı. Kitab müqəddəsdir. Doğrudan da kitab müqəddəsdir. Kitab özü bir ziyarlıqdır, kitab özü bir mədəniyyətdir, kitab özü böyük bir əziyyətin, böyük bir zəhmətin bir məhsuludur. Bəzən bizə elə gələ bilər ki, sadə görünə bilər ki, əslində mən də elə fikirləşirdim, nə qədər ki, uzun müddət prokurorluqda istintaq sahəsində çalışmış insan kimi. Amma indiki tutduğum vəzifədə elm tədris mərkəzi rəisi olaraq doğrudan da bir yazını hazırlamaq, bir hansısa bir metodik vəsaiti ərsəyə gətirmək nə qədər çətin olduğunu, bunu bizim hüquq elmi sahəsində çalışan müəllimlərimiz, vaxtilə bizə tədris edən müəllimlərimiz və alimlərimiz deyə bilər. Amma indi özüm də görürəm, özüm də müşahidə edirəm ki, həqiqətən də bu nə qədər çətin və zəhmət tələb edən bir məsələdir. O mənada doğrudan da bu kitabın hazırlanmasında, bu kitabın yazılmasında, doğrudan da kitabın yazılmasında və bu kitabın ərsəyə gətirilməsində zəhməti olan həm müəlliflərə, həm hüquqşünaslarımıza və eyni zamanda da bir şirkətinin rəhbərliyinə öz təşəkkürümüzü bildirir. Bu kitab doğrudan da nəinki deyildiyi kimi hüquq ictimaiyyətində tələbələr üçün deyil, Quru müəllim qeyd elədi, bütünlüklə hüquq sahəsində çalışan, hüquqa ehtiyacı olan, yəni müdafiəyə ehtiyacı olan bütün cəmiyyətimiz üçün faydalı olacaq. O cümlədən də şübhəsiz ki, bizim üçün, bizdə elm tədris mərkəzinin çox zəngin kitabxanası var. Hesab edirəm ki, bu kitab bizə təqdim olunan, bu kitab bizim də bu kitabxanamızda o zənginliyə növbəti bir zənginlik qatacaqdır. Mən hüquq burada cinayət təqibi orqanının nümayəndəsi kimi təmsil oluram. Bizim Anar müəllimlə bir müddət bundan əvvəl prokurorluğa yeni əşya qəbul olunan hüquqşünasların icbari tədrisində Anar müəllim də iştirak edirdi. Və orada Anar müəllim çox gözəl bir fikrini mən eşitdim ki, doğrudan da həqiqətən də sanki həqiqətdə belədir. Doğrudan da biz prosessual nöqteyi nəzərindən tərəf olaraq çəkişmə prosesin belə deyim də tərəfində dayanan şəxsləri
və sosial subyektləri. Amma eyni zamanda biz həm də dövlətin və dövlətçiliyin və cəmiyyətdə ədalətin təmin olunmasında, bərpa olunmasında, hüquqların və mənafələrin müdafiəsində iştirak edən tərəfləri. Bizi birləşdirən budur. Amma təbii ki, çəkişmə olduğu yerdə ədalət də öz yerini tapmış olur. Vəkillik peşəsində ən fərqliliyi şübhəsiz ki, bizlərdən daha çox böyük fərqliliyi onların müstəqil olmasıdır, onların sərbəst olmasıdır. Onların öz istəklərini ifadə etməkdə çətinlik çəkə bilməməsidir. Mən kitabda bir cümləyə rast gəldim, çox maraqlı ifadədir, fikir belə işlədilir. Demək, vəkillər nəyin ki müstəqilliylə, o cümlədən bütünlüklə insanlar içərisində, cəmiyyət içərisində ən müstəqil olmaqlarından şərəfsiz keçirdirlər. Bu maraqlı bir frazadır. O mənada doğrudan da biz vəkillər bəzən bu fikirdə deyim, prokurorlar, müstəntiqlər hörmətlənə bilməlidir. İstəyirlər ki, qarşısında onunla bir yerdə prosesdə iştirak edən vəkil zəif vəkil olsun. Mən hesab edirəm ki, zəif vəkili arzulayan prokuror ya müstəntiq elə özü zəifdir. Daha düzgün, əslində çəkişmə prosesini biz sanki bir obrazlı desək, bir mübarizəyə bənzədə bilərik. Obrazlı desək, bir döyüşə bənzədə bilərik. Hər kəs istəyir ki, mübarizədən və döyüşdən qalib çıxsın. Ona görə də döyüşə də hazırlaşmaq üçün gərək özün güclü olasan. Müstəntiq bütün özünün hisslərini, bütün istəklərini, bütün emosiyalarını, bütün fəaliyyətini ancaq onun üzərində qurur ki, icraatında olan cinayət işi üzrə təqsirləndirilən və ya şübhəli şəxsin konkret olaraq əməlini sübuta yetirmiş olsun. Eyni ilə də onun qarşısında dayanan, müdafiə tərəfində dayanan vəkil isə şübhəsiz ki, şəxsin, təqsirləndirilən şəxsin ya təqsirsiz olması və ya da ki, məsuliyyətin yüngülləşdirilməsinə çalışır. Bu mənada biz dostluq, hesab edirəm ki, bu bizim bu dostluğumuz doğrudan da bir daha deyirəm, dövlət və dövlətçiliyimizə xidmət edən dostluqdur. Mən kitabın ünvanına deyilmiş bütün buradakı fikirləri tam tərəfindəyəm, tam müdafiə edirəm. Kitab çox gözəl tərtib olundu. Kitab yaxşı tərtibatı ilə, yaxşı o daxilində olan bölmələri ilə, başlıqları ilə doğrudan da özünə məxsusdur. Bir daha da təşəkkür edirəm bu kitabın hazırlanmasında əməyi olan şəxslərə və sizlərə də uğurlar arzulayıram. Çox sağ olun, Xazimənin gözəl arzularınıza görə və dəyərli fikirlərinizə görə. İndi isə daha bir ali təhsil müəssisəsinin rəhbəri fikrini bilmək çox xoş olardı. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoruna söz vermək istəyirəm. Buyurun, Eldar mənim. Salam, hər vaxtınız xeyir olsun, hörmətli kollegalar. Mənə qədər o qədər yaxşı sözlər danışıldı ki, fikirləşdim ki, mən nə seçib danışıldım orada. Amma bütün bu danışılanlar mənə eləyər ki, bir stimul var bunun altında. Söhbət ondan gedir ki, ilbəyi hiss edir ki, ölkədə məhkəmə hüquq sistemində ciddi inkişaflar gedir. Bunun mən ayrılmaz və tərkib hissəsi hesab edən vəkilliklə bağlı son illər həddən artıq ilbəyi bu inkişafı biz görürük. Yalnız onda deyim ki, anar mənim imkan verilmir ki, o gözəl tələbələri auditoriyada yetişdirəm, onu heç birini gətirib universitetə çıxarda bilmirəm və yaxud nazirlikdə gətirə bilmirəm. Çünki hamısı elə 4-cü kursdan həvəslənirlər, başlayırlar hansısa hüquq vəkillik bürolarına getməyə və s. və gənclər arasında çox böyük deməli bir şövqlə ora bir meyil var. Bu çox yaxşı bir əlamətdir, ona görə mən sizi bundan təbrik edirəm. Kitabla bağlı çox yaxşı sözlər deyildi. Ümumiyyətlə, burada Xazim müəllimdə müqəddəsliyi ilə bağlı da ən böyük müqəddəs dinlər və kitablar kitabdan və sözdən danışır. Ona görə də hesab edirəm ki, bu kitabı çap etdirməklə və xüsusən də bu Ramazan ayında bunu təqdim etməklə böyük savab olmalısınız. Kitab və söz hər şeydən əvvəl yaranır, böyük prikçədə onu deyirlər. Kitabın özü ilə bağlı mənə çox xoş gəldi. Kitabda o hərbi dillə desək, eşalonlaşdırılmış bir yanaşma var, akademik yanaşma var. Baxmayaraq, bəlkə də bu ilk dəfə bizdə belə bir kitab çap olunur. Mən bir baxdım, orada həm məqsədlər var, nəzəriyyə var, tarix var,
Və bura gələrkən düşünürdüm ki, məsələn, çox yaxşı olar ki, burada deməli, hər tərəfli bir yanaşma olmuş olsun və xüsusən də ixtisaslaşmış vəkilliklə bağlı nələrsə olmuş olsun. Mən görürüm, onun artıq təməlləri burada atılıb. Çünki burada həm beynəlxalq deməli, vəkilliklə bağlı məsələyə toxunulub, həm xarici ölkələrin təcrübəsinə toxunulub. İnşallah ki, burada inkişaf etdirilər. Gələcəkdə deyək ki, dəniz hüququ ilə bağlı yetişmiş vəkillərimiz olar, aviasiya ilə bağlı yetişmiş olar, kommersiya ilə bağlı. İnşallah ki, bu kitabda onların deməli, sələfi olar və bundan ruhlanıb o istiqamətli də deməli, ixtisaslaşmış vəkillik kitabları yazılır. Vəkilliklə bağlı mən iki məsələni deyim, iki məktəbin yanaşmasını. Onun biri Moskva məktəbidir, biri Amerika məktəbi, Yel məktəbidir. Yadımdadır ki, deməli, Moskvada oxuyarkən bizim bir müəllimimiz var, professor Matilyov, bir müxaric. O danışanda biz vəkillik və nəfəriyyətdən dərs deyirdi. Onun bir sözü vardır ki, biz ədalət sənin işin deyil. Sən müdafiə eləməlisən müvəkkillik. O sənin işin deyil. Və bir nəfər dedi ki, bəs qanun, dedi, qanuna da yer verməyə var orada. Amma yadda saxla ki, sənin işin müdafiədir. Bu mənada sonra üstündən illər keçdi. Mən Kolumbiyada oxuyarkən Yeldə arada gedirdim seminara və orada da bir professor vardı. Bu potomstven, nəsilliklə deməli, arbitrajla məşğul olmuş adamlar idi. New York Bar Association üzvüydü və onun bir sözü yalda ortaya çıxdı. Deməli, bu dedi ki, Matilyov deyirdi ki, akademizm olsun. Deyirdi, niyə görə akademizm, ədalət yox? Dedi ki, sənin ədaləti təmin etmək başqa adamlara həvalə, o hakimin işidir. Dedim, bəs yaxşı, akademizm hardan gəldi də? Dedi, akademizm olmalıdır ki, nəyi yalan danışanda belə, onun akademik background'un arxasını görə biləsən, heç olmasa görsünlər ki, sən fon yarada bilirsən. Bu mənada, deməli, Amerika məktəbi Yale Universitetinin professoru isə, o deyir ki, nə edirsiniz, edirik, axırını amma qanunvericiliyə dair. Görsünlər ki, özünüzdən fikirləşib uydurmursunuz, bu da var. Bu mənada mən vəkilləri biraz həm də sihirbaza bənzədirəm, biraz nə bilim, aldadana bənzədirəm. Bu onların peşəsidir. Bunun içində artistizm var, bunun içində akademizm var, bunun içində hər şey var. Ona görə mən təbrik edirəm burada camiyəni bu belə bir kitabın çap olunmağı ilə bağlı və eyni zamanda Bəxtiyar müəllimi təbrik edirəm. Adam belə deyil, Britaniya imperiyasını ən əla ordenini zabiti rütbəsi verilirdi buna titulu. Təbrik edirəm. Mən hesab edirəm ki, bilirsiniz, onda adama zövq verir ki, cəmiyyətdə təltif öz layiqli ünvanını tapır. Mən hesab edirəm, deməli, Bəxtiyar müəllimin keysində bu tam özünü doğrulmuş bir şeydir və hamıda da xoş bir əhval-ruhiyyə yaradır. Mən axşam bir baxdım, orada bir 200 yerə 600-700 komment yazılmışdı. Hamısında bir sevgi və rəğbət var. Bundan sizi təbrik edirəm. İnşallah ki, əminəm ki, bu deməli, kitab yeni kitablara və yeni düşüncələrə yol açacaqdır. Hamınızı təbrik edirəm. Çox sağ olun. Xüsusən də bizim bu işin fəhlə yükünü çəkmiş, çiyinlərinin intellektual yükünü daşımış müəlliflər heyətinə minnətdaram. Orada texniki işləri görmüş insanlara minnətdaram. Bu günlərim əlimizdə 500 səhifə ətrafında bir mənbə var. Çox sağ olun, təşəkkür ederim. İndi isə həm işi, həm peşəsi, gündəlik işi mən demək istəyirəm, həm missiyası, ali missiyası Azərbaycanın bugünü üçün, gələcəyi üçün peşəkar, yüksək keyfiyyətli vəkillər yetişdirmək olan bir şəxsə Zaur müəllimə söz vermək istəyirəm. Qeydət Universitetinin Hüquq Fakültəsinin dekanı, hörmətli Zaur müəllim, buyurun. Çox sağ olun, xanım söz verdiyinizə görə. Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram və hər birinizi təbrik edirəm. Bugün bayrama qarşı həm kitabın təqdimatını qeyd edirik, bu çox önəmli bir kitabın, həm də ki, Bəxtiyar müəllimin mən hesab edirəm ki, təltif olunmağını qeyd edirik. Bu böyük bir fəxrdir. İlk Azərbaycanlıdır ki, belə bir ali ordinə layiq görülür. Bəxtiyar müəllim həm də bizim fakültənin müəllimidir, Müdafiə Şurasının sədridir. Mən hesab edirəm ki, bugün təkcə vəkillər üçün deyil, ümumiyyətlə
hüquq ictimaiyyəti üçün, bütün hüquqşünaslar üçün önəmli bir gündür və mən ilk növbədə kitabın müəlliflərinə, Vəkillər Kollegiyasının sədri hörmətli Anar müəllimə təşəkkürümü bildirirəm. Hüquq fakültəsinin yaxın dostu, hər zaman bizim yanımızda olan, tələbələrimizə hər zaman dəstək olan hörmətli Anar müəllimə təşəkkürümü bildirirəm. Mənim heç yadımdan çıxmaz, Anar müəllimi biz fakültəyə bir dəfə dəvət elədik. Xüsusi bizim bir belə layihəmiz vardı, master klass layihəsi. Bu auditoriyada 200-dən çox tələbə iştirak edirdi və Anar müəllim onlara sual verdi ki, kim vəkil olmaq istəyir? 99% o video kadrlar hələ durur, yəni bizdə arxivdə biz onu saxlayırıq. 99% auditoriya əlini qaldırdı və Anar müəllimin sualını coşqu ilə qarşıladılar. Bayaq burada çıxış edənlər dedilər ki, son illər vəkilliyi olan maraq artır. Biz bunun canlı şahidləri və bunu biz izləyirik ki, doğrudan da tələbələr son illər, son dövrlər vəkilliyə çox meyil göstərirlər. Bu da onu göstərir ki, bu sahə inkişaf edir, ildən ilə və gənc hüquqşünaslar arasında xüsusilə populyarlaşır. Ümumiyyətlə, vəkillik əlbəttə ki, bu yeni bir institut deyil. Kitabda da çox sağ olun ki, buna bir xüsusi bölümü ayırmışsınız. Ən qədim institutlardan biridir, qədim Romaya gedib çıxır və bəzən Siseronu vəkilliyin padşahı adlandırırlar. Doğrudan da Siseronun çox böyük, onun o xüsusilə dövlət haqqında traktatında və digər əsərlərində vəkilliklə bağlı çox mühüm iddialar var və mən hesab edirəm ki, gələcəkdə bu kitabın yenidən nəşri zamanı o məqamlara da xüsusi diqqət ayırmaq lazımdır. Vəkillik həqiqətən də dövlətin əsas üstunlarından biridir. Vəkillik artıq o hüquqi dövlətin əsas atributlarından biridir və bizdə Konstitusiyada da var, xüsusilə 127-ci maddədə və elə Avropa Məhkəməsinin özü də özünün qərarlarında o müdafiə hüququnu, ədalət mühakiməsi hüququnun əsas komponentlərindən biri hesab edir. Yəni 6-cı maddənin əsas komponentlərindən biri hesab edir. Mən hesab edirəm ki, bugün təqdim olunan bu dərslik, bu vəkillik hüququ, belə adlandırma olar, vəkillik hüququ kitabı hüquq elminin inkişafına, peşəkar hüquqşünas kadrların yetişdirilməsinə çox faydalı olacaqdır. Bir daha təbrik edirəm və uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun Can müəllim. Ümidvarıq ki, bu kitab vəkilliyə olan marağı daha da artıracaq. Daha çox gənclər bu kitabdan faydalanıb birbaşa sizin məzunlarınız vəkillik peşəsinə qoşulacaqlar. Vəkillərin ailəsinə və dəstəsinə qoşulacaqlar. İndi isə anayasamızla bağlı bir şəxsin fikirlərini eşitmək istəyirik. Konstitusiya Araşdırmalar Fondunun sədri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əl-Məmməd müəllim. Buyurun, Əl-Məmməd müəllim. Tamam xanım, təşəkkür edirəm. Hörmətli Anar müəllim, hörmətli Bəxtiyar müəllim, bizim hörmətli millət vəkillərimiz, alimlərimiz, müəllimlərimiz, tələbələrimiz, media mənsubları və vətəndaş cəmiyyəti nümayəndələrimizi salamlayıram. Və mənim üçün çox qürurlu bir vəziyyətdir ki, sizlərin qarşısında vəkillik fəaliyyəti ilə bağlı kitabın təqdimatını çıxış etmək imkanı verilir. Buna görə bir daha təşəkkür edirəm sizlərə. Əslində, baxdım, gündəliyə baxdım, son çıxış edən desə mənə, son çıxış bir qədər çətin olur. Çünki hər şey danışıldı, hər şey deyildi, çox müxtəlif aspektləri burada işıqlandırıldı, kitabın məziyyətləri. Amma mənim deməyə sözüm olacaqdır. Çünki həm də mən ilk peşəkar fəaliyyətini vəkil kimi başlamışam. Vəkillər Kollegiyasının üzvü olmuşam, sonra talihli gətirdik ki, başqa istiqamətdə çalışdım. Amma bugün də o peşənin həm də daşıyıcısı kimi özümü hiss edirəm. Çünki Anar müəllim sağ olun, siz hər zaman bütün tədbirlərə dəvət edirsiniz. Doğrudan da bu hüquq ictimaiyyəti üçün mühüm bir hadisədir. Vəkillik fəaliyyəti ilə bağlı kitab burada təqdim edilməsi. Kitabın əgər belə baxsaq, dizaynına çox yüksək səviyyədə dizaynıdır. Həm də strukturuna baxsaq, çox məntiqi bir quruluşa malikdir. Çox müxtəlif üsullar haqqında orada məlumatlar verilir, çox vacibdir. O baxımdan kitab bütövlükdə müdafiə institutunun fəlsəfəsini
praktikasını və peşə məsuliyyətini sistem kimi təqdim edir. Çox vacib bir məsələdir. Və ona görə də bunun belə deyək, oxucuları, bundan istifadə edənlərin dairəsi daha genişdir. Burada bunlara da danışıldı, təkcə tələbələr deyil, vəkillər deyil, peşəkar deyil, ümumiyyətlə bütün belə deyək, hüquqla maraqlanan hər kəs üçün orada vardır nəsə, çox böyük şeylər var. Və eyni zamanda qeyd etməliyəm ki, bu günləri vəkilliyin siması tamam dəyişməklə doğru gedir. Bu çox əhəmiyyətli bir faktordur. Ümumiyyətlə, hüquqi dövləti vəkilsiz müdafiə sistemisi təsvir etmək deyil mümkündür. Hüququ qanunu yazmaq olar, qanunu tətbiq etmək də olar. Amma müdafiənin olması qanunu işlək edir, qanunu canlı edir. Müdafiəsiz hüquq işlək hüquq deyil. O yalnız kağız üzərində olan hüquqdur. O baxımdan bu müdafiənin təminatçısı kimdir? Effektiv təminatçı əlbəttə ki, vəkillər, vəkillik kimdir. Eyni zamanda müasir dünyamız dəyişir və rəqəmsal hüquqlara keçirik. Texnologiyalar hüquq münasibətlərini, bütün münasibətlərin təsiri dəyişir. Ona görə vəkilliyin missiyası bu günləri həm də genişlənir. Biz vəkillər kollegiyasının fəaliyyətində də bu missiyanın nə qədər genişləndiyini şahid olur. Bugün vəkil təkcə məhkəmədə hüququ müdafiə etmir. O həm risk meneceridir, həm eyni zamanda hüquq müdafiəçidir, həm də maarifçilik missiyasını üzərinə götürmüşdür. Əslində elə bu kitabın bu kitabda demək ki, bütün missiyalar, bu sadaqlı missiyalar öz əksini tapmışdır. Ona görə hesab edirəm ki, əlbəttə ki, belə vəsaitlərin hazırlanması və onun geniş təqdimatı həm də bizdə hüquq mədəniyyətinin güclənməsini, hüquqi düşüncənin daha da dərinləşməsinə yeni imkanlar, yeni fürsətlər verəcəkdir. Və buna görə də mən əlbəttə ki, bütün həmkarlarıma çox minnətdarlığımı bildirirəm. Və sonda bir fikri də söyləmək istərdim. Qərarların ədalətli olması üçün hər şeydən əvvəl insanın hüququ insana çatdırmaq lazımdır. Bax, bu hüququ insana çatdıran şəxs, onu danışdıran, onun həyatının taliyini dəyişdirən şəxs vəkillərdir. Bu fəaliyyətinizdə hər birisi oxular arzuları minnətlərə təşəkkür edirəm. Çox sağ olun, Əlməmməd müəllim gözəl sözlərinizə görə. Açıqın desək, ilk dəfədir ki, bizim layihələrin təqdimatında 10 nəfər çıxış edir. Və belə gözəl çıxış edirlər, çox dəyərli fikirlər, çox gözəl xoş sözlər, çox gözəl arzular. Bizim hamımıza təşəkkür edirik. Bugün Azərbaycan hüquq yönündə mühüm bir hadisə baş verdi və vəkillik fəaliyyəti dərsliyi işıq gördü və hüquq ictimaiyyətdə çapqırıldı və çox deməli önəmli olur ki, hüquqşünas ixtisası olan bizim dövlət məmurları, ictimai şəxslər var, hamısı kitabla bağlı öz mövqeyini bildirdi və hesab edir ki, bu da müəlliflər üçün önəmli bir siqnal olacaqdır ki, yəni gələcəkdə həmin kitabı, vəkillik fəaliyyəti kitabını, dərsliyini daha da inkişaf etdirmək, bu dərs sahələri əhatə etmək və hesab edir ki, deməli, böyük ictimaiyyətlə kitabın tərcüm edilməsi, yəni bunun artıq gələcəkdə müzakirə predmeti olacaqla biz əminik və hesab edirik ki, hər bir hüquqşünas kitabla bağlı, yəni dərsliklə bağlı öz hüquqşünas mövqeyini bildirəcək yox. Deməli, təbii ki, burada həm nəzəriyyə var, həm təcrübələr və bizim təcrübədə çalışan bizim vəkillər bir sıra önəmli fikirlərini irəli sürsünlər və istəsə olunmur ki, gələcəkdə də kitabın, dərsliyin yeni nəşrlərində biz artıq 6 müəllifi yox, daha çox müəllifin olacağını şahidi olacaq. Çünki biz ilk müəllif olaraq buna açıq və hesab edirik ki, bu cür dərsliklər daha geniş müəllif dairəsini əhatə etməlidir və buna da ümidlə yanaşırıq ki, bu baş verəcəkdir. Buna görə bugünkü hadisə təbii ki, bu kitabın yenidən əlavə edilməsinə, işlənilməsinə, yeni baxışlarla nəşr olunmasına təkan verəcək.